Hazırda Regional TV-nin əməkdaşları Cəlilabad rayon Oğrubulaq kəndindədir. Gördüyünüz kimi əhali qış ayında çox əziyyət çəkir yolların bərbad vəziyyətində olmasından. Hal-hazırda elə çəkiliş apardığımız zamanda bir neçə avtomobilin batıb qalmasını müşahidə etdik. Yaxşı olar ki, biz elə vətəndaşların dilindən bu neçə ildir çəkdiyi əziyyətləri eşidək. Mən Cəlilabad rayonunun Oğrubulaq kənd sakini Yasər Həsənov. Bizim qardaş günümüz bax belə keçir. Qış ayı gəldi, maşın kəndə çağırırıq, ip atan kimi, maşın gətirən kimi, baxıb bir əziyyətdir, gedib gələ bilmirik qış günləri. Siz ümumiyyətlə bu vəziyyətlə bağlı müvafiq qurumlara müraciət etmisinizmi? Çox demişik, bu yolu eşəndə Xudayar müəllim var, vallahi görməmişəm, adını deyirlər. Gəlirlər, eşitdilər 2023-də idi, neçədə? 2022-də eşitdi. Sonra da biz xəbərdarlıq elədik, telegrama vurduq, ondan sonra gətirdik, dedi mən nə o kəndi tanımıram, nə də eşməmişəm. Gedin əlinizdən nə gəlir, yiyin. Bəs bu yolun eşilməsindən səbəb nə idi? Güya ki, yol çəkilir. Siz üçün asfalt örtücü vuracaq, gətirib töküblər torpağı da özünüzdə görürsünüz. Nə gəlişimiz var, nə bir şey. Biz bu dərddir. Mən Cəlilabad rayon Oğrubulaq kənd sakini Babək Həsənov Nadiroğlu. Əvvəlindən danışım da, bizim kənd ümumiyyətlə əzəldən öz cibinə kənd sakini yığıb yol çəkmişdik. Buna baxmayaraq 2017-2018-ci ildə Dünya Bankı deyilən bir şirkət var idi. Gəldi bizim yolumuzu məktəbin yanından Ağdaşın asfaltına kimi bərpa elədi, asfalta bərabər yol çəkmişdi və 2022-ci ildə biz kənd sakinlərin xəbəri olmadan bir də gördük ki, bizim kəndə Xudayar müəllimin texnikaları daxil oldu. Biz də sevindik ki, bu texnikalar nə üçün gəlir? Dedi, bu kəndin yolun Oğrubulaq məktəbindən Ağdaş asfaltına kimi asfalt olunacaq. 2 il burada qazıntı prosesi getdi. Biz də kənd sakini olaraq sevindik də, asfalt gəlir bizim kəndə, yolumuz rahat olacaq, belə filan. Buna baxmayaraq, bizim kəndin yolun qazıb tökəndən sonra ekologiyadan torpağı yığıb gətirib töküb bura bizim yolumuza. Və bu illəri də Fəthullahın studiya var, orada gördünüz də. Oradan bu illəri şevyonka ilə yolu çəkdilər, bizim kəndi ayırdılar, konkret atdılar bir qırağa. Burada belə bir kənd deyir, biz tanımırıq. Onunla bağlı biz efirə də verdik. Space kanalında Səidə xanımın efirinə və Xudayar müəllim götürüb ora zəng eləmişdi, efirdə də işıqlandı. Dedi, mən nə o kəndi tanıyıram, nə də olmamışam. Onunla bağlı Əbilov Elbəyi o barədə, yəni yolla bağlı müraciət eləmişdi. Həmən məktubda buradadır, bunu da çəkə bilərsiniz. Necə tanımırsansa bizim yolu, bəs Xudayar müəllim siz axı vətəndaşa məktub göndəribsiniz bu yol haqqında. İndi də bizim yolumuzu ayırıblar studiyanın yanından. Deyir, dərdinizi hara deyirsiniz deyin, adamım var, pulum var, hara deyirsiniz deyin. Mən o yolu nə kəndi tanımıram, nə də çəkməyəcəm. Biz heç nə istəmirik. Sadəcə olaraq bizim Dünya Bankı çəkən yolumuzu qaytarsın, bərpa eləsin yerinə. Ondan başqa biz heç nə istəmirik. Və bələdiyyədə qonşu kətdəndir, Hampadır. Onu da bu Yasər zəng elədi yolla bağlı. Kimdir bələdiyyə? Şəmsəddin Məmmədov. Gəldi, dedi ki, qardaş, əvvəl deyirlər Fəthullahdan pul yığanda, vənlikdən pul yığıb biz yol çəkmişik. Biz əgər pul yığıb kənd sakini yol çəkəndirsə, bizim yolumuzu niyə qazıb tökürdün? Bizim yolumuz var idi, gediş gəlişdə rahat idi. Və buna baxmayaraq bələdiyyə də gəldi. Dedilər, Xudayar müəllim deyir, bələdiyyə fondundan yol çəkilir Fəthullahdan vənlikdən Ağdaşa kimi, studiyanın yanından. Bələdiyyə dedi, nə mənim fondum, mən yol çəkmirəm, Xudayar müəllim qazıb, belə də dedi, ya belə də efirə verin. Çünki şahidlər olub. Dedi, canı çıxsın, nətər kənd sakinlərinin yolun qazıb, gəlib elə də bərpa eləsin. Mən üzr istəyirəm, buradan vətəndaşlara sual verirəm. Bu yoldaş iddia eləyir bələdiyyənin adından ki, bələdiyyə deyir ki, Xudayar müəllim necə bu yolu dağıdıb, gəlib özü də. Düz deyirmi? Ya mən belə... Ağsaqqal, nə deyə bilərsiniz? Deyilənlər doğrudur. Məsələn, Xudayar müəllim dağıdıb bu yolu. Bəli, Xudayar müəllim bu yolu dağıdıb, 22-də girmiş. Və indi siz nə deyərdiniz bundan? Bəli, düzdür, göz qabağındadır da qardaşı da. Bilirsən nə var, gör filan. Özünüz görsən nə zülüm çəkilir. Bizə nə var, mənim maşınım yox şəhərdə.
Maşının arkasında 4 tane adam minib. Bu maşın çıxmaz. Xəstəm var. 205 təzyiqi, 200 təzyiqi var. Zəng eləyirəm, ambulansa gəl. Şoförə deyirəm, deyir maşın çıxmır. Çəkirik, çıxardırır. Həkim oradan gəlmir. Gəlmirlər. Çətinlik çəkir. Sizdən bir çətinlik çəkirəm. Mən özüm getmişəm Xudayarın idarəsinə. 2 dəfə getmişəm. Nömrəmi də götürüblər. Başına dönüm Azarı alım ben belə de deyib çıxmışam bu. Hal-hazırda gördüyünüz kimi də avtomobillə yan gəlirdim. Bu daha düşüb qalıb burada da. Yan çıx. Qaldı ki də bu aşağı çatlar ki var ha. Onlar onu da qanuni çəkməyiblər. Onu biz elə bir götürüb buraya şikayət eləmirik ki, götürüb onu da nə bilim ondan bundan pul yığıblar dilənçi kimi. Çəkiblər o yolu. Bu yolda ayırıb konkret oradan ayırıblar Orbulağın yolu. Ya biz də eşitməmişik. Amma mən onu sübut edirəm. Yəni dəfələrlə mən şikayət eləmişəm mən 2022-nin də bunlar burada proses aparanda, 2003-də də bunlar burada iş aparanda mən bunlarla şikayət eləmişəm. Onu mən sübut edirəm bunlar. Amma bu günləri mənim xəbərim yoxdur. Mən belə başa düşürəm ki, 2022-2023-cü ildə yol idarəsinin müdiri Xudayar müəllimin rəhbərliyyətində burada güya asfalt örtüyü Bəli. deyə işlər görülüb, sonradan yarımçıq qoyuldu. Sonradan yarımçıq qoyub işlər də görməyib. Bizim olan işimizi elə bil ki, yolumuzu dağıtdı bu yolu. Təzədən dedilər biz bunu bərpa edəcəyik. Getdi meşə fondundan qanunsuz torpaq yığıb gətirib töküb buraya. Bu da buradadır da. Çınqıl əvəzi torpaq gətirdi. Torpaq gətirib töküb buraya. O da budur da. Biz xahiş edirik məsələn buna bir baxan olsun da. Bu belə şey olur. Bununla bağlı Cəlilabad rayon icra hakimiyyətinə və bələdiyyə müraciət eləmişik. Bələdiyyə müraciət edirik. Biz bələdiyyə bizi belə deyək, gedin cibimizdən vaxt gəlmişdi. Gedin cibimizdən pul yığın, çəkin. İcra hakimiyyətdə ümumiyyətlə biz tərəfə bax. Cəlilabad rayonunun Oğrubulaq kənd sakini Əbilov Fərid Özbəyoğlu. 2022-ci ildə Xudayar müəllim qazıntı işləri apardı bu yollarda. Bəs bizə dedilər ki, yollarınızı çəkəcəyik. Sonra teleqrama vuruldu ki, teleqramanın cavabında yazdılar ki, sizin yollar çəkilib çınqılla da bərpa olunur. Həmin o çınqıl hardadır, gəlsin bizə göstərsinlər ki, bu çınqılı biz yola tökmüşük. Ekologiyanın torpağın gətirdə tökdülər yola, vəziyyətdəki bu göz qabağında. Ondan üzü biyənə gəldilər, iki qonşu kəndin yollarını çəkdilər, Fəthullahın başından studiyanın yanına bizim yolu ayırdılar. Tələbimiz odur ki, o bir məsəl var, samanlığa külək deyib, ağzıvat saman təpim, deyib içimdəkini aparma, saman təpmək istəmir. Bu yol hazır. Bizim yolumuzu, həmin yolumuzu bərpa edin. Bizim dövlət çəkən yolu qazıb tökübdür, gəlsin bərpa edin. Veririk, saldat yetişdiririk və saldatı yaxşı gəlib tapır. Dünənlər qonşum, oğlu hərbidədir. Hərbiyə getmişdi uşağının yanına. Gələndə Ağdaş kəndindən o yağışlı, qarlı havada peşkom gəlib buraya kimi. Soruşdum ki, niyə belə gəlibsən? Bir hansı taksiyə yaxınlaşam ki, aparım, deyir, yollarınız bərbad günündə. Bizim əvvələn burada xoş gəlibsiniz. Sağ olun, bizi eşidib gəlibsiniz. Bizim vəziyyətimiz belədir, qardaş. Başınıza dönüm sizin, görünə deyəm. Bizim prezidentə bizim fikrimizi çatdırmağınızı xahiş edirəm. Mən başqa şey deyə bilmərəm. Yoldaşlar həmsi dedi də sizə lazım olan şeylər dedilər. Mən də onun içində, yəni mən də sizə yalvarıyam, bizim xahişimizi yerinə yetirin. Ümid edirəm ki, sizin bu haqlı narazılığınızı görən aidiyyəti qurumlar qısa bir zamanda bu məsələnin həlli istiqaməti sizə dəstək olacaqlar. Hər bir halda çox sağ olun. Bizə də qalan məsələ odur ki, hər bir bölgədə hər bir vətəndaşın borcudur. Cənab prezidentimiz demişkən, ictimai nəzarət daha güclü olmalıdır. Bəli. Biz bu günləri ictimai nəzarəti, fərqi yoxdur, jurnalist, vətəndaş, ictimai nəzarət gücləndirməliyik. Regionlarda, əyalətlərdə baş verən xoşagəlməz halları vaxtında dövlət qurumlarının diqqətinə çatdıraq. Hesab edirəm gündə bu problemlər öz həllini tapacaq. Məmmədov Şəmsəddin Sadıqoğlu, Cəlilabad rayon Ağdaş bələdiyyəsinin sədriyəm. Çox doğru və düzgün vurğuladınız ki, ərazimizdə hələ də elə problemlər qalmaqdadır. Bu günləri hardasa belə deyək, 10 aya yaxındır ki, bələdiyyə təyin olunmuşam və təyin olunduğum gündən də çalışmışam ki, seçicilərimin yanında olum. İşlədiyim dövrdə də bu 10 ay müddətində
ərazidə Pirvolni kəndi, Soyuqbulaq kəndi, Vənlik kəndi, Ağdaş kəndinin özü, hardasa 40 maşından yuxarı biz çınqılla yollarımızı bərpa etmişik. Amma həmin o adı çəkilən Oğrubulaq kəndi ki var, Fəthullah Qışlaq və Vənlik yolunun 8 kilometr hissəsini kənd sakinlərinin dəstəyi ilə biz o kəndi çınqılla çınqıl döşənmişdir. Amma həmin Oğrubulaq kəndində vətəndaşların bələdiyyə büdcəsinə əmlak və torpaq vergilərinin vaxtında ödənməməsi üçün o həmin problem hələ də qalmaqdadır. Biz çalışacağıq ki, onların torpaq vergiləri və əmlak vergilərinin ödənişi olandan sonra biz həmin əraziyə, onlar əgərsə bir maşın çınqılın pulunu ödəsə, biz onlara söz vermişik ki, biz ora 2 maşın çınqılla bərpa edəcəyik. Çalışacağım ki, işlədiyim dövrdə də ərazimdə elə problemlər olmasın. Mən də bu kəndin, bu ərazinin sakinlərindən biriyəm. Həmin vətəndaşların əziyyəti bizim əziyyətimiz deməkdir. Şəmsəddin müəllim, bu Oğrubulaq kənd sakinləri iddia edirlər ki, 2022-2023-cü ilə qədər Dünya Bankı tərəfindən onlara yaxşı yol çəkilmişdi, çınqıl döşənmişdi. Lakin ərazidə 46 saylı idarə tərəfindən asfaltlanma işi aparılacaq adı altında orada həmin çınqıllar ərazidən təmizlənmiş və meşə fondundan torpaq tökülmüşdü və ondan sonra heç bir iş görülməyib və onun nəticəsində bu cəmaət əziyyət çəkir. Bununla bağlı nə deyərdiniz? Bəli, vətəndaşlar çox doğru və düzgün vurğulayırlar ki, o həmin yolun Dünya Bankı tərəfindən inşasında mən həmin komissiyanın üzvlərindən biri olmuşam. Bu 3 kəndin yolunu çox da qəşəng bərpa etdilər. Amma buna baxmayaraq ki, Yol İstismar İdarəsi, 46 saylı Yol İstismar İdarəsi həmin yolu gəldilər və dediklərinə görə həmin əraziyə asfalt yolla bərpa olunacaqdı. Amma buna baxmayaraq o torpaqlama işləri görüldü və yarımçıq qalaraq onlar getdilər. Amma bu günləri həmin problemin elə həmin gündən yaranması deməkdir. Biz bələdiyyə olaraq yenə də mən şəxsən öz üzərimə götürürəm ki, əgərsə mənim vətəndaşlarım, mənim seçicilərim, həm də Oğrubulaq kəndinin sakinləri vergilərin ödənməsində hardasa bizə dəstək olarlarsa, biz o yolun bərpası yaxın günlərdə nəzərdə tutmuşuq.